Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. Bildiyiniz kimi neçə bəhsdir ki, artıq bundan qabaq 800 bəhs hazırladıq və İbn Teymiyəni müdafiə edən və müdafiə etdikcə də batan, özünün zəlalət əhli olduğunu, firqəsinin yolunun bidət və zəlalət olduğunu isbat edən Vəhabiyə cavab veririk. Və o bizim suallarımızdan yayınır, başqa mövzulara gedir, uzun-uzadı danışır və biz də imkan vermirik ki, bu mövzu bitməmiş başqa mövzuya keçsin. Və qeyd etmişdim ki, Əllamə Hilli Rahiməhullah buyurub ki, bu adam başa düşsəydi, mən buna cavab verərdim. Və bu söz Vəhabiyə xoş gəlmədi, acığına gəldi ki, bu nə deməkdir, belə şey olar və s. Mən görürəm ki, çox bu Vəhabi İbn Teymiyyədən bir büt düzəldib. Ki, İbn Teymiyyə elə bir kitab yazıb ki, heç kim buna cavab verə bilməyib, nə biləm, söküb, dağıdıb və s. Mən indi həmin o bəhsdə heç kənara çıxmadan, həmin o bəhs ki, İbn Teymiyyə deyir, sahabələrin, tabinlərin bir çox əlini söyürdülər. Həmin bəhsin üzərində qalıb İbn Teymiyyənin necə Əllamə Hillini Rahiməhullah başa düşmədiyini İnşallah Teala bu mövzuda göstərəcəyəm. Bütün təəssübkeşliyi qoy kənara ey Vəhabi, dediklərimə qulaq as və cavabın olsa çıxıb cavablandırarsan. Sən indi gör İbn Teymiyyə sənin şeyxün Əllamə Hillini başa düşüb yoxsa yox. Əllamə Hilli Rahiməhullah aydan danışır, İbn Teymiyyə çaydan danışır. Heç zərrə qədər də Əllaməni başa düşməyib. Deməli İbn Teymiyyə Minhacü Sünnətün Nəbəviyyə kitabının 7-ci cildində təhqiq doktor Muhammed Rəşad Səlim 7-ci cildinin 135-ci səhifəsində deyir ki, qalə rafidiyyu, rafizi, yəni Əllamə Hilli Rahiməhullah, şiə alimi 12-ci burhanda belə deyib. Qavluhu Teala, Allahın bu sözü, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim. İnnellezine amenu ve amilu salihati seyec'alu lehumur rahmanu vuddan. Sadaqallahul aliyyul azim. Məryəm surəsi 96-cı ayə. Həqiqətən də iman gətirib salih əməl sahibləri Allah Rəhman onlar üçün vud qərar verəcək. Əllamə Hilli Rahiməhullah sonra nə deyir? İbn Teymiyyə öz kitabında Əllamədən iqtibas edib. Onun sözlərini gətirir. Bu sözlər Əllamənindir. İbn Teymiyyə öz kitabında deyir ki, yəni Rafizi belə deyir. Deyir ki, Hafiz Əbu Naim Əl-İsfahani İbn Abbasa isnadla dedi. Nəzələt fi Aliyin, bu ayə İmam Aliyin əleyhissalam haqqında nazil edilib. Vəl-vuddu məhəbbətun fi qulubil mu'minəti. Vud, möminlərin qəlbində məhəbbət. Burada mu'minəti gəlib. Amma Əllamə Rahiməhullah öz kitabında, orijinalda, Minhacül Kəramədə Əl-Mu'minin gətirib. Möminlərin qəlblərində məhəbbətdir vud. Yəni Allah Azza və Cəllə möminlərin qəlblərində məhəbbət qərar verəcək. Və fi təfsiri Sə'ləbi, deyir ki, Sə'ləbinin təfsirində sünnə alimidir. Bərra İbn Azibdən deyir ki, nəqd edir ki, o belə dedi. Qalə Rasulullah, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Ya Ali, qul, ey Əli, belə de. Allahümmə cəalli indəkə əhdən. Allahım mənim üçün öz yanında bir əhd qərar ver. Və cəalli fi suduril mu'mininə məvəddətən. Mənim üçün möminlərin sinələrində məhəbbət, məvəddət qərar ver. Fəənzəl Allah bu ayəni indirdi. Həqiqətən də iman gətirib salih əməl sahibləri Allah onlar üçün, Rəhman onlar üçün vud qərar verib. Sonra Əllamə Rahiməhullah deyir ki, وَلَمْ يَثْبُتْ لِغَيْرِهِ ذَلِكَ. Deyir ki, başqası üçün bu sabit olmayıb. Bu Əllamənin sözü idi, İbn Teymiyyə iqtibas edib. Əllamənin öz kitabına müraciət edəndə Minhacül Kəramə səhifə 125-də həmin mətləbi qeyd edir. Sadəcə burada göstərmək istədiyim budur ki, burada deyir ki, vud möminlərin qəlblərindəki məhəbbətdir. Və həmçində deyir, ey Əli, belə dua elə, Allahım mənim üçün möminlərin sinələrində məhəbbət qərar ver. Sonra deyir ki, bu Əlidən başqası üçün sabit deyil. Yəni sizin dəliliniz varmı ki, belə bir rivayətlər Əlidən başqa Əbu Bəkir Ömər üçün də gəlib. İbn Teymiyyə bunu 135-də qeyd edəndən sonra deyir ki, vəl-cəvabu min vucuhin. İndi güya öz aləmində cavab verir. Sənin düşüncən üçün, sənin səviyyən üçün deyil Əllaməni başa düşəsən, sən güya cavab vermirsən. Yəni özünü, ya burada İbn Teymiyyə özünü cahilliyə vurub, daha doğrusu ya cahildir, bilmir Əllamə nə deyir, ya da yox bilir, amma fırlada gedir. Yəni fırıldaqçılıqdır bu əməli başlı. Kimin cavabı varsa buyursun, bax bu bəhsimə cavab versin. Deyir ki, ikinci vəcihdə deyir ki, bu rivayətlər nədir?
Deyir, bunlar yalandır. Mərifət əhlinin ittifaqına əsasən bunlar yalandır. 136-cı səhifədə deyir. Biz də inandıq. Nə dəlil qeyd edir də bir şey. Ona görə mən demişəm ki, dəlilsiz, subutsuz danışır. Yaxşı, biz nə bilək ki, sən düz deyirsən. Sən də Əhl-i Beytin düşməni, nasibi bir adamsan. Əlinin əleyhissalam fəzilətlərini bu kitabda gizlətməyə çalışmısan. Nə bilək ki, sən düz deyirsən. Dəlil, subut hanı? Hələ dedim, getdim və salam inandılar mənə. Dördüncüdə nə deyir? Hansı ki, bəhsimiz odur. Deyir, dördüncü budur ki, Allah xəbər verib ki, iman gətirir salih əməl sahibləri üçün vud, məhəbbət qərar verəcək. Bu deyir, Allahdan sadiq doğru bir vəddir. Sonra deyir ki, وَمَعْلُومٌ أَنَّ اللّٰهَ قَدْ جَعَلَ لِلسَّحَابَةِ مَوَدَّةً فِي قَلْبِ كُلِّ مُسْلِمٍ. Allah deyir, sahabə üçün bütün müsəlmanların qəlbində məvəddət qərar verib. Mən bu sualı bir daha orada demişdim, indi də xatırladıram. Bu yalan da açıq-aşkar. Bütün sahabəni şiyə sevmir. Haqq yolunda olanı sevir, haqq yolunda olmayanı sevmir. Sonra deyir ki, bu ki deyir, bütün sahabə üçün bütün müsəlmanın qəlbində məvəddət qərar verib. Orada axı Əllamə deyir ki, Peyğəmbər dedi ki, ya Əli belədir ki, Allah mənim üçün möminlərin qəlbində məvəddət, məhəbbət, vud qərar ver. İndi İbn Teymiyyə görə cavab verir. Deyir, bütün sahabə üçün Allah bütün müsəlmanların qəlbində məvəddət qərar verib, məhəbbət qərar verib. Ləsiyyəməl xulafa, xüsusən də xəlifələr üçün. Ləsiyyəmə Əbu Bəkr və Ömər, xüsusən Əbu Bəkr və Ömər üçün. فَإِنَّ عَمَّةَ الصَّحَابَةِ وَالتَّابِعِينَ كَانُوا يَوَدُّونَهُمَا. Deyir ki, bütün sahabə və tabinlər o ikisini sevirdi. Yalandır. İnşallah bunu da bəhsini edəcəyəm növbəti bəhslərdə. Sonra deyir, وَلَمْ يَكُنْ كَذَٰلِكَ عَلِيٌّ. Əli belə deyildi. Yəni nə? Yəni deyir ki, Əlini bütün sahabə və tabiin sevmirdilər. Yəni istəyirsən ki, ey Allahümə, sən ki deyirsən, Əlinin məhəbbəti möminlərin qəlbindədir. Xeyr, belə deyil. Niyə görə? فَإِنَّ كَثِيرًا مِنَ الصَّحَابَةِ وَالتَّابِعِينَ كَانُوا يُبْغِضُونَهُ وَيَسُبُّونَهُ وَيُقَاتِلُونَهُ. Deyir, bir çox sahabə və tabiin Əlini söyürdü, Əliyə buğz edirdi, nifrət edirdi və Əli ilə müharibə edirdi. Yəni deyir ki, İbn Teymiyyə, ey Əllamə, sən deyirsən, Əlinin məhəbbəti möminlərin qəlbində var. Heç də belə deyil. Niyə? Çünki sahabələr, tabinlər Əlini söyürdü. Nəyi başa düşməyib İbn Teymiyyə? Sən əvvəl başa düş, sonra at özü ortaya. Əllamə deyir ki, möminlərin qəlbində Əlinin məhəbbəti var. Peyğəmbər deyib, ya Əli belə dua elə ki, ilahi mənim məhəbbətim möminlərin qəlbinə sal. Möminlərin qəlbində Əlinin məhəbbəti var. Əllamə demir ki, bütün sahabə və tabinlərin qəlbində Əlinin məhəbbəti var. Ta ki, sən də gəlib irad gətirəsən ki, xeyr, sahabə və tabinin Əlini söyürdü. Əllamə deyir, möminlərin qəlbində. Çünki Əllamənin əqidəsinə görə, Şiə məzhəbinə görə, ümumiyyətlə, necə ki, Quran bəzi yerlərdə müslimlə müminə fərq qoyur, Əllamənin bizim əqidəmizə görə Əlini hər kəs sevmirsə, düşmənsi isə laf pis, sevmirsə, söyürsə laf pis, sevmirsə o adam mömin deyil. Niyə görə? Çünki Müslimdə, sənin sahib bildiyin Müslim kitabında, 78-ci rivayətdə, deyir, qalə Əliyun, İmam Əli Əleyhisselam deyir ki, deyir, Peyğəmbər mənə belə bir əhd dedi, belə deyib ki, لا يبغضني لا يحبني إلا مؤمن ولا يبغضني إلا منافق. Mənə ancaq mömin sevər. Mənə ancaq münafiq buğz və düşmənçilik və nifrət eləyər. Deməli, hər kəs Əlini sevmirdisə, o sahabin və tabinlər. Necə deyərlər, can onların cəhənnəm Allahın. Biz demirik ki, biz iddia etmirik ki, Əllamə iddia etmir ki, bütün sahabə və tabiin Əlini sevirdi. Əllamə də bilir, tarixdə musəlləmdir. Hətta nəinki Əllamə, adi bazar adamları, dükanda, bazarda işləyən adi şiələr belə bilirlər ki, bir çox sahabələr Əhl-i Beytə zülm eləyiblər. O ki, qaldı Əllamə dursun, desin ki, bütün sahabə və tabiinin qəlbində xeyr. Bizə lazım deyil bütün sahabə və tabiinin Əlini sevsin. Bizə lazım olan miqdar budur. Əlini ancaq mömin sevər. Vəssalam. Kim sevmir, necə deyərlər, cərə sevsin, cəhənnəmə sevsin, qara cora sevsin. Belə bir misal var, əgər bu təbir səhihdirsə. Özü bilər, can onun cəhənnəm Allahın geçsin, cəhənnəmdə yansın. Əllamə deyir, bütün möminlərin qəlbində Əlinin məhəbbəti var. Demir sahabə və tabinlərin. Amma sən İbn Teymiyyə fırlatdın söhbəti bir dəqiqəyə apardın, çıxartdın hara? Əlini söyən məlun sahabə və tabinlərin üzərinə ki, onlar Əlini sevmirdilər. Əllamə demir ki, bütün sahabə və tabiin sevirdi. Əllamə o cür desəydi, sən deyərdin ki, xeyr, səhvdir. Mənim etiqadıma əsasən, mənim araşdırmalarıma görə bu sahabə və tabinlər Əlini söyürdülər. Amma Əllamə belə demir. Əllamə nəqidəsinə görə hər kəs Əlini söysə, ümumiyyətlə, mömin deyil, müsəlman deyil, özün də etiraf elədin ey Vəhabi ki, sahabəni söyən zindiqdir.
İndi sən həmin zindiqlərin sözünü İbn Teymiyyə misal gətirirsən ki, ey Allahumma sən nə deyirsən ki, möminlərin qəlbində əlinin məhəbbəti var. De bu zindiqlər əlini sevmirdi. O demir ki, zindiqlərin qəlbində əlinin məhəbbəti var. Deyir möminlərin qəlbində. Ona görə də İbn Teymiyyə heç başa düşməyib Allahumma nədən danışır. Ya da başa düşüb, çox gözəl başa düşüb. Sadəcə fırladıb orada, bəhsə aparıb çıxarıb nəyin üzərinə? Zindiq sahabi və tabinlərin üzərinə. İndi sən mənim bu bəhsimi eşitdin, çıx buyur cavablandır, görüm sənin cavabın nədir. Sən də başa düşməmsən. Sən də bu hissəni oxudun, heç anlamadın ki, Əllamə Hilli Rahmehullah nə deyir. Elə uydun İbn Teymiyyə zəlalətinə və özünü də yolumu da necə deyərlər, ifşa elədin və zəlal təhl olduğunu göstərdin. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.